Salamlar dostlar, hər vaxtınız xeyir olsun, ümid edirəm yaxşısınız. Bu ötən səfər mən video işlədim və o videoda çox qəşəng bir yorum gəlmişdi və yorumlardan biri o idi ki, evinizdə nə eləmisiniz ki, deyirsiniz ki, kaş onu eləməzdim. Çox qəşəng sualdır məncə. Və istədim bu gün biraz o barədə danışım. Vlogun ardı bilmirəm nə tər gələsidir hələ ki özümdə, amma hələ ki biraz bu barədə qoy danışaq dedim. Fikirləşsən ki, evimdə bu eləyəcəm. Amma eləyəndən sonra görürsən ki, əslində mən bunu heç eləməsəm də olardı. Əlavə büdcədən xərc çıxdı və yaxud lazımsız bir şey oldu. Ona görə çox yerinə oturmuş bir sualdır məncə. İlk öncə onu qeyd edeyim ki, biz bu evi alanda yəni proyektə uyğun olacaq şəkildə tikməli idik və ölçüləri də eyni şəkildə, yəni proyektdən böyük və yaxud fərqli formada əsla tikmək olmazdı. Ona görə də üstü düz şəkildə istidik və zaten bizim də bu şəkildə xoşumuza gəlirdi. Yəni buna görə çox sevinirəm. Əgər ev tikəsi olsanız, hər hansı bir yerdə torpaq sahəsi alıb, yəni üstünü belə düz bir şəkildə eləyə bilərsiniz sizdə. Çünki çox möhtəşəm ideyalarım var ora. Düzdür, hələ ki eləməmişik, amma eləyəsi yox. Xüsusən də belə isti yerlərdə, məsələn Azərbaycanda deyək də daha əlverişlidir. Çünki evin üstündə çox qəşəng bir sinemalıq, yəni proyektor qoyub izləyəsi bir yer eləyə bilərsiniz məsələn. Daha sonra belə dostlarınızla falan əylənə biləcəyiniz, ev batmasını eləməsin demək istəyirsinizsə və açıq havada oturmaq istəyirsinizsə evin üstündə möhtəşəm, yəni ideyalarımı bəzi şəkillərdən özüm də eləmək istədiklərimdən bura qoyaram sizə, nə demək istədiyimi anlayasınız. Və həmçinin biz Rusiyada yaşamağımıza rəğmən, yəni hava soyuq olur da demək olar, ilin 9 ayı qar olur. Ona rəğmən mənim fikrimdə evin üstü yenə o şəkildə eləmək var. İndi gələcək planlarımızdan danışıram. Və həmçinin qışlıq da başqa bir fikrim var. Onu da bura tapsam yerləşdirirəm. Baxasınız nə demək istədiyimi. Yəni çox möhtəşəm bir şeydir. Məncə eləməlisiniz. Bu eləməyədim, olmadı, amma olsun, heç nə olmaz. Sözümün canı odur ki, yəni biz proyektə uyğun tikmişik, amma dediyim kimi şəxsi ev tikəsi olsanız, elə şeylər var ki, eləyin, elə şeylər var ki, eləməyin. Bu kladovka söhbətində ötən videoda danışdıq, eləməyiniz məsləhətdir. Biz nə eləməmişik deyə mən təəssüflənirəm. Pünhan deyir ki, bizə podval lazım idi əslində. Bizim hal-hazırda düzdür kladovkamız var, amma kladovkamız evin içərisində olduğuna görə və altı zaten bizdə kladovkanın alt hissəsi isitmə deyil, evin digər hər yeri altdan isitmədir. Yəni istipoldur, amma sadəcə kladovkalar, yəni isitmə sistemi yoxdur. Amma yenə də evin içərisində olduğuna görə də yenə də yəni soyuq olmur. İlıq havalı olur yəni. Bitdən elə şey qoysan, görürsən ki, uşaqda yavaş-yavaş xarab olmağa başlayır. Gərək elə lap soyuq yerdə saxlayırsan, soyuducuda saxlayırsan. Götür soyuducuya qoyuram ki, bizim də soyuducumuz daha balacadır. Məsələn deyək ki, kaş podval da eləyərdik nə təsir. İndi bilməm icazə verərdilər, verməzdilər, amma kaş eləyərdik. Bunun təsviri bir postu çəkmişik. Daha sonra mən sizə qoy görüntülü şəkildə çəkirəm də sən də düşsən narahat olma. Biz bura yəni vlogu tam əvvəldən izləyənlər bilirlər ki, mən aynanı nə qədər çox istəyirdim bura, amma bizim aynanın üstünü hələ də gətirməklər və mən artıq bunun təsvirini çəkirəm ki, kaş bura dəmir eləyərdi. Həm də nəyə görə? Bizim evimizdə 3 dənə uşaq var, 3 dənə belə həyasız. Orası yarımçıq qat buradan taxtı. İnşallah bu ay gətirərlər deyə ümidim var. Maydan yəni qırğın yox söz nəsil mənasında. Və mənim evimdə 3 dənə uşaq olduğuna görə sizə yaxından göstərmək istəyirəm buranın əslində vəziyyətini. Mən bu gün silirəm, bu gün səhər silirəm. Axşamına bu vəziyyət olur. Və bu qədər yerlərində hamısını hər gün də silmək olmur. Və mən ötüb keçib belə çirkli pəncərə qırağı görürəm. Gördüyünüz kimi bu şəkildə. Və ona görə təəssüflənirəm, həm üstünü gətirmədilər deyə, həm uşaqlar var deyə. Əslində dəmirləsək daha rahat olardı, daha tez olardı. Bu sistemi belə burasını bağlamışıq, bunu qoşmaq daha rahat olardı. Yəni hal-hazırda yenə deyirəm, çox xoşlayıram, amma bu gün üçündə təəssüflənirəm ki, kaş dəmir eləyərdim. Hansı ki, ağ dəmir. Özdə seçmişdim, yəni formasında seçmişdim. Deyəsiniz ki, dəmirin də arası, toz tutasının arasında. Elə bir dəmiri seçmişdim ki, alt hissəsi düz idi, promoy oracalanırdı. Üst hissəsi də sadəcə bu hissəsi silmək lazım olası idi ki, bu boyda pəncərəni, aynanı silməkdansa o dəmiri silmək gündə 15 dəfə daha rahat olardı, nəinki bu.
bir məyus olduğum yerlərdən biri budur. İkincisi nədir? İkincisi də budur çünki. Bizim bura belə açıqdır gördüyünüz kimi. Orada açıqdır. Heç bir qapı falan, heç bir şey yoxdur. Yəni biz orada uşaqları yatdırıq, qalxan kimi orada otaqlardır. Zaten qalxsam yuxarı göstərərəm. Və bu qapı bağlı da olsa, açıq da olsa, nə də olsa burada olan səs yuxarı qalxır. Yəni düz uşaqların otaqların qapılarını ötəndən sonra çox da içəri səs getmir. Amma onların qapıları açıq qaldısa, elə bir şey səs belə yayılır da hər yerə. Pünhana deyə babra nəsə qoyardıq, nə qoyarsan ora, nə qoymaq olan şeydir, bilmirəm o. Məncə nəsə qapı falan eləmək olsaydı və yaxud buranı belə ara kəsmə formasında bu şəkildə saxlamayıb beton. İndi o bir evlərdə məsələn belədir, burada tikilən digər evlərdə. Bu beton axıra qədər qalxır. Yəni burada aralıq yer yoxdur. Yəni elə olası halda olsaydı əgər bizdə heç bu kənar hissəyə də ehtiyac olmayasıydı. Yəni elə betonla hər yeri bağlayasıydı, səs daha az keçirəsiydi və bunun da xərci çıxmış olasıydı. Belə ikinci məyusluğum da budur. Oldu deyə saçlarımı yığdım, qalxdım ikinci mərtəbəyə. Çünki yəni birinci mərtəbədə elə başqa bir məyus olduğum bir şey yoxdur. İki də var. Bura uşaqların hamam otağıdır və mən burada belə bir lük mu deyim, şkaf mı deyim, belə fayansdan elətdirmişəm ki, yəni artıq qalan şeyləri ora yerləşdirim, əl-ayaq altında olmasın. Biraz çətin açılır, təkandan açamayasıyım, ki, baxaq. Yox, açdım. Belə. Belə bir yer elətdirmişəm ki, bura içərisində nələrsə qoyaram. Və qoyduğum 3 dənə şey. Yəni bu boyda evdə bu 3 dənə şeyi başqa yerə də qoymaq olardı. Balaca bir ev olsaydı və yaxud bina evi olsaydı belə şeylər kullanışlıdır. Amma yəni ev böyükdür və belə şeyləri qoymağa yerdə bol idi. Əslində bu biraz sözün əsl mənasında biraz yox. Əməlli başlı çox mənasız bir şey oldu. Çünki açılıb bağlanmağı da çox rahat deyil və yəni mənasızdır bizdən ötürü. Başqa bir söz deyəməm, çox mənasızdır həqiqətən. Hətta bunu eləyəndə ustalarla nə qədər anlada bilməyib. Hələ sözümüz çəpcəhdir, Pünhanla sözümüz çəpcəhdir. Yəni o boyda şeyə dəymir, yəni sözün əsl mənasında dəymir. Çox mənasız bir şeydir. Dediyim kimi böyük evlərdə. Yox, əgər belə bir otaqlıdırsa, iki otaqlıdırsa və yaxud bir dənə vanna otağınız varsa, onda ola bilər yəni. Yəni kullanışlıdır. Məsələn, bizim digər evimizdə elə idi. Belə yuma şeylərin qoyası yeri yox idi. Əslində o ağılla mən elətdirdim ki, bunları qoyaram. Daha demədim ki, o boyda ev var. Neyəm ki, başqa yeri tapılasıda qoymağa. Hər neysə, oldu, bitdi. Sonra ötən gün Pünhanla belə arasına söhbət eləyəndə deyir ki, bəs uşaqların otaqlarını gərək ayrı eləyərdik. Uşaqlar deyəndə, yəni Esra'nın Aydan otağını ayrı eləyərdik. Mən də əslində deyəm ki, yox, məncə bir yerdə eləməyimiz yaxşıdır. Çünki qız uşaqlardır. İndi mənə də bacım oldu. Düzdür, Pünhan bacısı oldu, amma qardaş bacı başqa bir anlayışdır. Bacı məncə tamam başqa bir anlayışdır. Deyir ki, yerimiz dolasıydı, otaqları 2 dənə yerə yox, 3 yerə belə bölərdik bu hissədə. Bir əsgər, bir əsra olmazdı, 3 dənə qapı olardı, hərəsinə bir dənə olardı, bir balaca olardı, nə oldu? Mən deyəm ki, yox, ondan sonra bacı böl-bölə yatmaq, durmaq, dərdlərini paylaşmaq, dağarmaq məncə daha yaxşıdır. Yəni mən bu təəssüfünü çəkmirəm, amma Pünhan çəkir niyəsə. Bilmirəm, mən yəni məncə hələ yaxşıdır. Bəs sizcə də dərdir? Sizcə qızların otağı bir olmaq mı yaxşıdır, yoxsa hərəsinin öz otağı mı olsa yaxşı olardı? Bilmirəm, amma daha olmadı. Belə yaxşıdır məncə. Dediyim kimi bizim evlərin üstü düz olduğuna görə o düz yerə çıxmaqdan ötürü belə bir yer lazım idi. Əslində çox evlərdə belə deyək, pataloqda lük kimi yer var. Lük kimi yeri açsan, çıxsan. Amma biz belə sırf plənkən hazırladıq. Yəni plənkəndən qalxırsan, görüm qaranlıqda göstərim sizə. Oralar biraz qarışıqdır. Pünhanın şüşələri var. Plənkəndən qalxırsan, belə bir yer var. Pünhan hər şeyini yığıtdı və mənə söz verdi ki, yayda oranı düzəldəsi. Buradan çıxırıq çölə. Yəni əslində məncə bura mənasız bir yerdir. Biraz da yəni xərcdir sözün əsl mənasını. Yəni bura olmayıb, yəni lük də eləsək onlar da evin üstünə çıxmaqdan ötürü. Düzdür, hal-hazırda lazımdır Pünhanın 5 yüklərindən ötürü, amma bunlar yaşlanandan sonra, boilerə falan yerləşdiriləndən sonra və yaxud evin arxasında bir balaca bir yer hazırlayıb belə şeyləri qoyandan sonra
nə bilim, həm plənkən adam qalxır içdə bir yorulur. Həm də ki, bilmirəm, mənasızdır, ailəcə ki, mənasızdır. Ondan sonra bir dənə lük qoyardıq. Açılıb bağlanan nərdivan olardı, qalxıb düşərdik, heç olmasa uşaqlar da çıxamazdılar. Aydan arasında gəlib, babadan tapıram, vallahi. Oraları nə tərə açır, nə tərə qalxır, nə tərə keçirir, heç bir fikrim yoxdur. İnan ki, neçə dəfə oradan düşürmüşəm mən o qıza. Yəni, məndən ötürü mənasızdır burada. Tüm aşağı, çünki yuxarılarda başqa bir təəssüfünü çəkdiyimiz bir şey yoxdur. Çünki dediyim kimi evi zaten tikəndə əvvəldən düşünüb, digər şeyləri həm proyektə uyğun olaraq, həm özümüzün istədiyimiz kimi hər şeyi, yəni fikirləşib eləmişik də, yəni bu olsun, nə təolur olsun, yox, hər şeyin xırda detallarına qədər xüsusilə mən inanın gecələr yatmırdım. Özüm çəkirdim proyekti, pozurdum, xoşuma gəlmirdi, orasını bəyənmədim, belə olsun, burasını bəyənmədim, belə olsun. Hər şeyini özüm əllə belə çəkmişəm. Rozetkaların yerlərinə qədər olsun, nə bilim, suların yerlərinə qədər olsun, işıq külçatellərin yerlərinə qədər olsun, ölçülərlə, santimetrlərlə. İndi ev tikənlər bilirlər də, xırdalıqlar çoxdur əslində. Mən də bilmirdim bu qədər xırdalıq olduğu, oxuya öyrənmişəm və hamısını özüm eləmişəm. Ona görə də belə ay olmayardı dediyim bir şey yoxdur. Özüm elədiyimə görə, sırf yəni özümün istədiyinə görə eləmişəm. Hələ Pünhan bəzi şeylərdə deyir ki, o eləməyək, bu eləməyək, bu eləməyək. Deyirdim ki, bir dəfə ev tikisi eləyəsiyək hamısı. Sağ olsun yəni. Mən küsürdüm ona elə. Küsmələrim bu arada işə yarayıb belə şeylərdə, çox şükür. Və bir dənə də nə yadıma düşdü? Biz qonaq otağı barədə biraz təəssüflənirik. O da niyə? Həmişə deyək ki, nə olar? 1 metr o tərəfdən, 1 metr bu tərəfdən daha geniş eləyərdik. Niyə? Əslində genişdir. Amma məsələn biz bu divanı alanda əməlli başlı, indi köhnə vloqlarıma baxanlar bilirlər, əməlli başlı axtardıq, yəni uyğun divan tapmadıq. Yekə divan istəyirik, uqlavoy istəyirdik, amma ortaya qoymaqdan ötürü uqlavoy da olsa, yəni üçüncə qoymayasıydık. İstədiyimiz ölçüdə yox idi, çox böyük idi ölçüdə. Ay, elə katleti o üstümə sütməyəsin, ged orada yiyim o. Yeri katleti götürür ki, və sütcaq da bir dəqiqə hər yerə. Sonra deyək ki, plənkən qırağı belə, plənkən qırağı, elindən qaçın o plənkən qırağı yağlı əllərə. Yeri git kutuda yiyim bu, nəyə gəlmə burası? Nətər düşdün sən oradan özdə? Ha, nətər düşür oradan? Stol nətər düşsən sən mənə başım çıxmır yeri? Esra göstər nətər düşdün, elə düşürdü. Həyaqsız da yerin git kuxniyə yeməği o yeməğə. Ha, sütməyəsən ələ ora. Divan üstü həblədir, çox şükür bilinmir. Biraz nə görə abi divan almışım, necə bildirməyəsin. Amma yenə də sütmə, dağ eləmə. Option, istədiyimiz divanlardan ala bilmədik, amma axır ki bunu tapdıq. Bu çox rahat, yəni aldığımızdan bəri çox xoşumuza gəlir. Ona uyğun belə bir pufik də hazırlatdırmışıq. Ayağımızı rahat salıb bir noktaya. Amma yəni ötüb keçib deyək ki, nə olar 1 metr nə heç, amma qonşuya ilişirdik də iş orasında ki, yəni ölçü olaraq da yerləşmirdi, ona görə eləmədik. Belə, başqa bir şey yoxdur. Nə olar eləyərdik, nə olar eləməyərdik dediyimiz, ümumiyyətlə dediyim kimi ürəyimiz istəyən hər şeyi eləmişik, ürəyim istəyən hər şeyi Pünhan'a etdirmişim, danışa. Çox şükür, amma yəni ötüb keçib Pünhan'a deyəm ki, görsən, yaxşı elədin ha. Yaxşı dediyimə qulaq asın ha, dedi ya, düz deyirsən. Düzdür, olanda yəni adam fikirləşir, ay, xərc çox çıxastı, nə qarastı, sonra deyirsən ki, bir təpə tikdiyim evdə, yəni ömür boyu yaşayacağım evdə, qoy, ürəyim istədiyim kimi olsun, 5 manat daha artıq olsun, amma qoy istədiyim kimi olsun. Ona görə belə bu barədə danışacağım şey çox azdır gördüyünüz kimi. İndi sizə göstərməmişəm, dediyim kimi evdə əsiklər çoxdur deyə. Amma sizə göstərəndə də görəsiniz ki, evdə yəni artıq heç bir şey yoxdur. Yəni elə otaqlar var ki, çox boşdur. Yəni sadəcə belə kravat falan, başqa əlavə heç bir şey yoxdur. Amma belə deyim də, sırf özümüzün istəyinə uyğun olaraq, indi nə mənada deyim, qoy sizə biraz açıq şəkildə danışım, belə danışımda əminəm ki, işim heç də başa düşmədi. Deməli, məsələn, stol deyək də, mən stol alaq deyəndə, mənim mamam dedi ki, eviniz yekədir, yekə stol alın, qonaqlar gələndə yerləşsin, nə qalsın, nə bilim, nə olsun.
Mən dedim ki, mən qonaqlardan ötürü almıram evimizə aldığım stolu. Qonaqlar indi gələsirlər, xoş gəlirlər, gəlsinlər. Amma yəni qonaq da adama ayda bir təvəccələr, lap deyək həftədə bir təvəccələr, ildə bir təvəccələr. Yəni mən qonaq imenli gələsidir deyə niyə o boyda stol alım, bütün oranı hər yerini bağlayım ki? Option bu sadəcə yəni stulda yox. Digər başqa bir şeylərdə də oldu. İndi hamısını demək istəmirəm. Yəni mən nə dedimsə Pünhan olsun, Pünhan özü də, anam olsun. Kimdənsə üçün fikir almaq istəyəndə sıra yazmadılar ki, bəs qonaq gələndə qonaq. Mən də yəni bilmirəm, bəlkə bu şəkildə deyəndə çox adam qəbul eləmir, amma həqiqətən ev tikəndə gərək özündən ötürü tikəsən. Baxasan ki, mən nə təri bir şey istəyirəm. Sırf həftədə bir dəfə, ayda bir dəfə, ildə bir dəfə qonaq gələsidir. Nə bilim, nəyəsə gözünə xoş gəlsin deyə qıymaq, eləmək mənə ötürü mənasızdır valla. Mən bu şəkildə evim sadə, balaca stol, balaca da deyil, heç normaldır yəni. Biraz bizimkilərə yetəz qədərdir. Bizimkilər istəyir, hamı bitdən gəlsin, nə bilə, lan qonaqlıq kimdə. Hər yer dolu olsun. Onlara deyəm ki, uzaq başa həyətə gələsiniz, həyətə stol qoyaraq orada oturasınız. Olmazsa ben eyni stolun arxasında oturmasın. Ruslar kimi yiyin için gəzinlər Luzda. Belə, deyə bilmirəm. Bu fikirlərim biçəmdə çox adama qəribə gələ bilər, amma vallahi mən heylə düşürdüm. Bir də belə qapqacaq söhbətində də mamam elə deyir ki, ay filan şey al qonaqlardan ötürü, feşma şey al qonaqlardan ötürü, qonaqlardan ötürü yox, filan şey alasıyım, amma özüm işlədəcəyim, özümdən ötürü, qonağa da qoyasıyım. Amma özüm də işlədəcəyim, valla o vaxt biz balaca olanda servantda falan qablarımız adımız indi bilirsiniz də özünüzün da yəqin ki ailənizdə, ananızda, atanızda və yaxud özünüzdə olmamış olmaz. Servantda qabları saxlayırıq qəşək-qəşək. Ancaq qonaq gələnə çıxardım işlənilirdi o qablar. Elə hissəlirdim inan ki. Ona görə ki ev özümə təp-təzə servis almışam. Bu arada özüm almışam. Mətbəx şeylərimi çoxdur. Özüm almışam yəni. Özüm qazandığım bundan deyək. Çünki Pünhan deyildi ki köhnə evdə şeylərdən aparaq. Mən də razı düşmədim. Hablar mənə tanımədilər. Gənə danışmağa. Asiye'də söhbət edirəm. Ha və aldığım nə alsam, amma qapıdan nə girsə, inanın ki, ilk özümdən ötürü işlədirəm. Bilməm, beş ödür uşaq mamam qoymaydı deyə, ürəyimdə qaldı deyə, özüm nə olsa, görməmiş ki, birinci özüm işlədirəm. O da ola bilər, bilmirəm, daha psixologiya şeyinə çox da girmək istəmirəm amma buralarda. Heç nə, bunlar mənə imkan vermədilər ki, məsələ bağçadan, məktəfdən gətirim, podqatovkaya geyir, hazırlığa geyir. Həftədə 2 gün geyimi gətirim, gəlim. Sonra videonun dalına təgəlir. Heç bilmədim nə danışdım ki, nə xablar evdə olanda mən alam telefonu əlimə. Sonra da hələ peşman olam. Əsgəri getdim, gətirdim, gəldim. Nə yadıma düşdü? Plintus hissələri. Bu biz qapıların heç bir yerində, yəni gördüyünüz kimi belə kəsilən bir yer yoxdur. Və sırf buna görə də robot plintus rahat bir şəkildə işləyir, girir, çıxır, heç yerə ilişmir. Düzdür, bir balaca hündürlüyü olanda oralardan da keçir. Amma belə olmağı mənə ötürü çox yaxşı. Çünki adi süpürgü ilə falan süpürəndə də rahat bir şəkildə belə süpürürəm, aparam hara lazımdırsa. Yəni heç yerə ilişmir, arasında qalmır, bir şeylər olmur. Bir də biz plintus seçəndə bu hissələri belə dörd bucaq üstü belə düz olan plintus seçmişik. Siz seçə bilsəniz, onun belə əyriməsinə olanları olur. Onlar daha az toz yığırlar. Nəinki bunlar hani ora əlimi vursam. Bunlar öncələ bir toz çıxasdı. Nə görə tərpətmirəm. Görə tez-tez siləsən və mənə də yəni 3 dənə uşaqların evdəki bütün hər yerin plintusunu siləsi qədər vallahi nə yalan deyim. Vaxtım yoxdur, yəni onlara harcayamıram, amma dediyim kimi belə nəsə bir şey iş görəndə gözümə sataşanlar çox pis vəziyyətli, belə bir dənə əlsi ilə də olsa tez bazar silməyə çalışıram. Amma siz dediyim kimi alanda belə bu hissələri belə əyriməsinə içəri girənlər olur. Elə bir şey toz oraya yığılmır dəvləsinə olduğuna görə tökülür, giyir. Elə bir şey alın. Yavaş-yavaş gəzdikcə yadıma düşür, güya gəlirdim gülü götürüb tullamağa. Yadıma düşdü stol. Qoy belə ev barədə danışmışkən aldığımız şeylər barədə danışaq. Bu stolu çox sevə-sevə almışdım. Özüm tapıb almışdım. Amma gələndə, yəni ilk dastavka olunan gün açanda biraz hayal kırıklığına uğradım. Çünki bu hissəsi rəngi mən başqa rəngdə seçmişdim. Pünhan başqa rəngdə deyilmişsən demə. Bu rəngdə gəldi. Yəni mən istədiyim rəng tamamilə başqa rəng idi. Amma gələn rəng bu oldu. Yəni
Bu stol cəhətdir ki, stol, daha doğrusu stol yox. Bu stol cəhətdir ki, mən Fırhana deyəm ki, pulumuz olan kimi bunu dəyişirik. Pulumuz olan kimi bunu dəyişirik. Amma inanın ki, üstündən hardasa 4 ay keçdi də deyək. 4 ay mı, 3 ay. O qədər xoşum gəlməyə başlaydı ki, stoldan bilmirəm, gözüm öyrəşitdi deyə biləcəm. Heç bir fikrim yox, amma elə xoşum gəlməyə başladı. Bir dənə nəyindən xoşum gəlmir. Mən stolun üstündə normalda da süfrə sərmağı xoşlayan insan deyiləm. O bir evdə də olanda, yəni adi stol olanda belə, dekorsuz bir stoldan danışıram. Olanda belə insanların qabağına bir şeylər qoydum və yaxud sadəcə belə ortaya bir şey sərdim. Yəni süfrəni xoşlamıram mən stolun üstündə. Salsam da belə Azərbaycandan qonaqlarım gələndə salam. Videolarda görmüsünüz də əgər. Yəni sırf qonaqlardan ötürü süfrədən istifadə edirəm. Yəni onu zaten xoşlamıram süfrə salmağı və dekor da eləyəndə mən dekor eləməyim stolun üstünün çox çətin olur. Qablarım nə qədər də hamısı ağ olsa da stolun üstü çox belə qarışıq rəngli olduğuna görə dekorlar çox da belə gözə estetik dəymir yəni. Biraz qarışıq görsənir istər-istəməz. Stol tək olaraq belə qəşəngdir, üstündə bir dənə vaz ilə və yaxud bir dənə şam qoyasan nağasın. Ideyaya görə şamlarını falan hamısını götürmüşəm. Gülləri də gördüyünüz kimi ara sıra yonur töküyorum. Yon olmaqdan o gündədir bu arada, o güllər qurumağı bir yana. Amma yəni belə servis qoyum, nə bilim hər hansı bir bayrama hazırlaşın deyəndə hər dəfə inanın ki, fikirləşirəm ki, bir dənə ağ süfrə alım salmayaraq. Dediyim kimi süfrəni xoşlamıram, amma sırf daha belə estetik göstərsin deyə onu da düşünmüyor değilim. Bəlkə yəqin ki, böyük ehtimal gələcəkdə biraz pul falan olandan sonra, digər işlərimizi tamamlayandan sonra yəqin ki, bu stolu dəyişəsi yox. Çünki sadə belə divar rəngdə deyək stol istəyirəm, ağ olsun. Və yaxud daha tünd rəngli o stolun ayaqları rəngdə olsun. Yəni bir tonlu olsun, belə qarışıq falan olmasın ən azından. Ayda, hamıya paka ilə cəyək bu səfərlik. Çünki axşam oldu, mən yadımdan çıxıb başqa heç də çəkməmişim. Video paylaşmağı unutmuşam dostlar. Ona görə videonu yarımçıq saxlayıb belə bu şəkildə bağlayıram maalesef. İlk dəfə də belə bir şey eləyirəm həqiqətən. Paka ilə cəyək. Başım şişdi televizyonun səsində. Paka, pişdi göndər. Ay, spasiba. Sağ olun dostlar. Videoyu bəyənməyi, yorum yazmağı unutmayın. Paka paka.